Hər kəsə salam. Sizlərlə mən yeni bir Azərbaycan dili izahında daha bərabərəm. Bugünkü mövzu izahımız isim mövzusu olacaq. Dərsin izahına keçməzdən öncə ənənəvi olaraq girişimizi eləyək. Mənim ödənişsiz yay dərslərimdə iştirak etmək istəyən hər kəs video başlığındakı və lövhədəki əlaqə nömrəsi ilə əlaqə yarada bilər. Onlayn şəkildə 3 ay ödənişsiz formatda dərslər keçiriləcək. Yaşından, ixtisasından, oxuduğu sinifdən asılı olmayaraq hər kəs qatıla bilər. Çox uzatmayaq, başlayaq isim. İsim əşyanın adını bildirən əsas nitq hissəsidir. Kim, nə, bəzən də hara suallarından birinə cavab verir. Hara bizi çaşdırmasın, inşallah mübtədanı da keçəndə bu məqamlara toxunarıq. Qrammatikada əşya anlayışı var. Canlı və cansız, konkret və yaxud da mücərrəd olmağından asılı olmayaraq bütün bu predmetlər əşya adı altında verilir. Yəni əşya deyəndə biz o bizə məlum olan, o anlayışımıza bəlli olan əşyaları sadəcə nəzərdə tutmuruq. Ümumi hər şey əşya adı altında bütün bu predmetlər verilir. İsmə mənsub olan, ismə məxsus müəyyən kateqoriyalar var ki, biz bugün onlar haqqında danışacağıq. Konkret və mücərrəd olmağı, ismin konkretliyi. Deməli, konkret isimlər gözlə görülə bilən, əllə təması mümkün olan isimlərdir. Kitab, qələm, çanta, dəftər və s. konkretdir bunlar. Mücərrəd anlayışları isə gözlə görünə bilməyən, əllə təması mümkün olmayan, yalnız təsəvvür olunan anlayışlar nələrdir? Mücərrəd isimlərdir. Məsəl üçün, bir də yazmışam ki, mücərrəd isimlər yalnız nə sualına cavab verəcək. İsmə mənsub olan kim, nə, hara suallarından yalnız nə sualına hansı cavab verir? Mücərrəd isimlər. Deməli, mücərrəd isimlər, məsəl üçün, yuxu, arzu, xəyal, zaman və s. Bunlar oldu nə? Mücərrəd isimlər. Bəzi isimlər vardır ki, onlar həm mücərrəddir, həm də konkret isimlərdir. Məsəl üçün, analıq, atalıq, bacılıq, qardaşlıq, saat və ağıl sözləridir ki, bunlar həm konkretdir, həm mücərrəd. Necə onu biz yoxlaya bilərik? Məsəl üçün, sənin analığın gəlib desək, burada olur konkret isim. Yəni, gözlə görürük, qadın gəlib, insan gəlib. Yaxud da analıq hissi mənasında olanda artıq olur mücərrəd. Həmçinin atalıq, həmçinin bacılıq, qardaşlıq və s. eyni qəbildəndir. Saat və ağıl sözlərində izah eləyək qısaca. Bir var saat, o qolumuza taxılan saat mənasında, burada olur konkret. Bir də ümumi zaman anlayışı bildirəndə olur mücərrəd. Ağıl da ki, ağılın Azərbaycan dilində iki məna növü var. Biz bunu Dədə Qorqudda da keçmişdik. Məna növü deyəndə, yəni bildirmə məqamlarından biridir. Yəni bildirmə nə deyək? Belə toparlayaq. Ağıl bir var, ağlın deyir, qapısını bərkitdi, Qaraca çoban. Bu ağıl yox, o tövlənin qapısını bərkitmək mənasında olur konkret. Yəni ağlın qapısını bərkidəndə, yəni tövlə mənasında olanda olur konkret. Ağıl mənasında olanda olur nə? Mücərrəd isim. Bu qədər konkret və mücərrəd isimlərdən orada elə də bir şey qalmadı. Bir də mən müəyyən qeydlər yazmışam bu aşağıya. Sevinclidir, kədərlidir, həyəcanlıdır, fikirlidir. Bu tip sözlər düzdür. Müəyyən mənada mücərrəd sözlərə oxşuyur. Yəni sevinç hissin, kədər hissin gözlə görmürük. Amma biz nədən danışırıq? Biz isimlə danışırıq. Düzdürmü? İsim. Biz isimdən danışırıqsa, sifətləri baxmayaraq ki, nə qədər də onların məzmunu isimlə səsləşsə də, yəni isimlə deyəndə mücərrəd mənalı sözlərlə səsləşsə də biz onları mücərrəd isimlər kimi götürməyəcəyik. Sevinclidir, fikirlidir, kədərlidir, həyəcanlıdır. Bunlar nə oldu? Bunlar ona görə sifətdir. Bunlar deməli bizim qaydalara aid edilməyəcək. Belə, yəni onlar mücərrəd isim deyil. Konkret isimlə danışdıq. Konkret isimləri bir də ümumiləşdirirəm. Gözdən gördüyümüz isimlərdir. Məsəl üçün kitab, qələm, dəftər və s. Mücərrəd isimlərdə onun əksi. Bu qədər. İsimlər daha sonra xüsusi və ümumi olmaq şərti ilə müəyyən kateqoriyalara ayrılır. Xüsusi isimlər varlığı tək olması ilə seçilən isimlərdir. Məsəl üçün Kür, Araz, Qırat, Dürat, həmçinin o Dədə Qorquddakı atları da saya bilərsiniz, həmçinin Koroğludakı at adlarını da saya bilərsiniz. Daha çox testdə düşən, çaşdıran məqamlardan birini yazmışam, Qıratı yazmışam. Kür, Araz, Azərbaycan. Yəni bunların Azərbaycanın heç yerdə yoxdur, düzdürmü? Kürdən həmçinin. Yəni o varlığı tək olmağı ilə seçilir. Həmçinin Qırat adı biz bilirik ki, həmin ata verilmiş addır. Varlığı tək olmağı ilə seçilibsə oldu nə? Xüsusi isimlər.
Varlığı hamıya, ümumə aid olan isimlər isə olur ümumi isimlər. Məsəl üçün, bir dənə söz qeyd eləmişəm, cənnət sözü, bu testə düşüb deyə qeyd eləmişəm, ev. Bax, ev. Hamıya aid olan adlardır. Yenə yaza bilərəm, qələm yaza bilərəm, kitab yaza bilərəm. Hansı ki, bunları biz bayaq konkret isimləri keçəndə də adlarını çəkmişdik. Ümumi anlayışları verdik. Konkret isim nədir? Mücərrəd deməli, konkret isim nədir? Mücərrəd isim nədir? Həmçinin indi danışırıq. Ümumi isim nədir? Xüsusi isim nədir? Ümumi isimlər dedik ki, varlığı hamıya aiddir. Məsəl üçün, cənnətdir, evdir, qələmdir, kitabdır. Hamıda biz bu şeyi görə bilərik. Düzdürmü? Xüsusi isimlər isə Qıratdır, Kürdür, Azərbaycandır və s. Yəni, varlığı tək olmağı ilə seçilən adlardır, isimlərdir. Bu qədər. Ümumi məlumatları verdik. Keçək bizə lazım olan xüsusi məqamlara. Ən əsas, ümumi isimlərdən xüsusi ismə keçən adlar var. Məsəl üçün, Ceyrandır, Arzudur, Fərəhdir. Nə deməkdir? Deməli, arzu nə? Bir arzudur. Bir də deyirəm ki, arzu bizə gəldi. Şəxs. Fərəh həmçinin, Ceyran həmçinin, Vəfa həmçinin. Bunlar ilk növbədə ümumi isimlər olub, daha sonra keçiblər nə? Xüsusi isimlərə. Daha sonra əksinə, xüsusidən ümumiyə keçənlər badamlıdır, sirapdır, rentgendir, kalaşnikovdur, şampandır və s. Bu qədər. Məsəl üçün, onu kəşf edən silahın adına verilmiş addır. Həmçinin rentgen onu kəşf etmiş tibb sahəsinə o vermiş olan alimin adı ilə bağlı olan bir anlayışdır. Badamlı, şampan və s. dediyimiz qəbillərdəndir ki, deməli, keçib xüsusidən ümumiyə artıq. Xüsusi elə ki, adam adlarından, bir yer adından nəyə keçib, olub ümumi ad, ümumi anlayış. Yəni, hamının istifadə etdiyi söz, hamıya aid olan, anlaşıqlı olan söz, belə toparlayaq artıq. İsim olmayan digər nitq hissələrindən də xüsusi isimlər yarana bilər. Məsəl üçün, əzizdir, mehribandır, nə yazmışıq, sonra sevil yazmışıq, coşqun yazmışıq. Bunlar isim olmayan nitq hissələridir. Yəni, sifətdən də deyir ki, xüsusi keçə bilər. Xüsusi isimlərə bunlar nümunə ola bilər. Bunları da görsək, qarışdırmayaq. Balaca ilə yazmışam, yəni ki, onun qarşılığı böyük ilə yazılmalıdır. Məsəl üçün, deyir, isim olmayan nitq hissəsidir, mehriban. Necə? Düzdürmü? Bu sifətdir. Amma mehriban bizə gəldi. Burada nə oldu? Artıq oldu isim. Kim gəldi? Mehriban gəldi. Yaxud da coşqun dəniz. Burada təbii ki, konkret ad yoxdur. Yəni, necə konkret ad yoxdur? Yəni, məna hamıya aiddir, ümumi isimdir. Coşqun dəniz. Amma mən onu xüsusiləşdirə bilərəm. Coşqun bizə gəldi. Kim gəldi? Coşqun. O çox, necə deyərlər, əziz insandır. Necə insandır? Burada da bir konkretlik yoxdur. Burada bir ümumilik var. Amma desəm ki, əziz bizə gəldi, olur nə? Artıq xüsusi isim. Mehriban bizə gəldi, əziz bizə gəldi, coşqun bizə gəldi və s. Ümumidən keçdi bunlar xüsusiyə. Bu şəkildə izah edək. Sonra yazmışam ki, leksik şəkilçi xüsusi ismi ümumi ismə keçirə bilər. Məsəl üçün, Azərbaycan xüsusi isimdir. Azərbaycanlı artıq ora qoşulsa olur ümumi isim. Bu qədər sadə, bəsit formada. Şirvan deməli oldu bizdə ümumi xüsusi isim, Şirvan böyük hərflə yazdıq. Amma mən ora bir şəkilçi artırmışam. Baxın, leksik şəkilçi L-li, L-li şəkilçini artırmışam. Deməli, keçib xüsusidən ümumiyə. Bu oldu 4-cü qaydamız. 5-ci və son qaydamız, bu hansı ki, bu qeydləri götürüb özünüzə yazsaz, əslində yaxşı olar. Xüsusi isimlər konkret olub, amonimlik, sinonimlik və antonimlik məna çalarlığına malik olmayan sözlər hesab olunur. Xüsusi isimlər deməli konkretdir, amma amonim, sinonim, antonimlik anlayışlarının içərisində biz onları görməyəcəyik. İndi isə haqqında danışaq tək və cəm isimlərdən. Təbii ki, qeydlərimizi götürək. Belə. Tək isimlər cəm şəkilsiz işlənən isimlərdir. Tək isimlər. Məsəl üçün, kitab, qələm, dəftər. Burada cəm şəkilçisi yoxdur ki. Cəm şəkilçisi nədir? Lar, lər. Lar və lər. Bu oldu cəm şəkilçisi. Bunsuz işlənənlər olur tək isimlər. Tək. Tək isimlər adətən ümumi isimlərə xas olan anlayışlardır. Belə. Cəm isimlərdən danışaq. Cəm isimlər lar-lər şəkilçisinin hesabına yaranacaq. Məsəl üçün, ev, evlər, kitab, kitablar. Nə oldu? Varlığı tək idi, indi oldu cəm. Lakin bəzi xüsusi isimlərin hesabına da cəm isimlər yarana bilər. Məsəl üçün, nizamilər, füzulilər və s.
İşlənmə məqamından, yəni cümlənin harasında gəlməyindən asılı olmayaraq bu tip deməli isimlər hər yerdə böyük hərflə yazılmalıdır. Yəni cəm şəkilçisi qəbul etmiş xüsusi isim hardadsa böyük hərflə yazılmalıdır. Belə Nizamilər, Füzulilər və s. yazmışam ki, böyük. Belə. Bu larlər şəkilçisinin bizdə müxtəlif cür tələffüzü var. Qızınılı. Bunlara fikir verməyin. Məsəl üçün at sözü, qız, oğlan, nar sözü. Nar necə tələffüz olunur? Narrar. Düzdürmü? Oğlanlar necə tələffüz olunur? Oğlanlar. Qızlar olur, qızlar. Atlar və s. Belə. Sonra lıq şəkilçisinə biz fikir verək. Lıq şəkilçisi sənət peşə mənasını bildirən sözlərdə cəmlənmir. Müəllimlik, həkimlik, analıq, insanlıq bunlar həmçinin deməli mücərrəd mənalı sözlər idi. Lıq şəkilçisi. Deməli müəllim əslində konkretdir, düzdürmü? Gözlə görürük, həkimi görürük, ananı görürük, indi analıq və s. orada müəyyən istisnası var idi. İnsanı görürük və s. Amma deyir, mən ora lıq sənət peşə mənasını bildirən şəkilçisi artırıramsa, bu tip sözlərin üzərinə cəm şəkilçisi artıra bilmərəm. Aydındır, larlərdən işlənmir. Müəllimliklər, həkimliklər, analıqlar və s. demirəm. Adətən bu qaydamız belədir. Və larlər şəkilçisi bildirir ki, cəm anlayışını bildirir. Cəmlik mənasını bildirir. Amma bu cəm, sözün cəmlik anlayışı bəzən larlər şəkilçisi işlənsə də sözün məzmununda verilə bilər. Məsəl üçün yazmışam ki, ölkəmizdə istilər başlayıb. Ölkəmizdə isti başlayıb da, düzdürmü? Bu larlər şəkilçisinin burada heç bir belə deyək də formal olaraq verilib, heç bir rolu yoxdur. Yəni bunun məzmununa biz daha çox baxmalıyıq deyir. Belə, yəni kəmiyyət fərqi yaratmayıb burada. Larlər harda varsa, biz bu söhbətlərə fikir verməliyik. Burada kəmiyyət fərqi yaranmayan məqamlardan danışdıq. Daha sonra keçək toplu isimlərə. Toplu isimlərlə cəm isimləri biz çalışaq qarışdırmayaq. Biz tək isimlər cəm şəkilsiz işləndi. Larlər olmadan. Larlər şəkilçisi ilə işlənənlər oldu cəm isimlər. Toplu isimlərin isə məzmununda topluluq, cəmlik anlayışları var. Yəni onların danışaq nümunələrdən ordudur, qoşundur, dəstədir, əhalidir, ilxıdır və s. Bax görürsünüz, deyir ordu. Ordu irəli atıldı. Ordu deyəndə bir adamdan danışmırıq ki, yəni ordunun içərisində 100 nəfər də ola bilər, milyon adam da ola bilər, 1000 nəfər də ola bilər və s. Məzmununda elə ki, onun cəmlik anlayışı var. İlxı, həmçinin, qoşun, dəstə və s. həmçinin. Oraya yazmışam larlər şəkilçisi. Toplu isimlər əksəriyyət etibarilə larlər şəkilçisi ilə işlənə bilir. Məsəl üçün ilxılar, məsəl üçün ordular və s. İndi cəmlənməyənlər hansılardır? Cəmaat, əhali və ictimaiyyət sözləri cəm şəkilçisini qəbul etməyəcək. Əzbər. Daha sonra mübtəda və xəbər arasında biz onların uzlaşmasını görə bilərik. Yazmışam mı? Hə. Əgər mübtəda təkdədirsə, onun xəbəri də təkdə olmalıdır. Ordu irəlilədi. Bu təkdədir ordular deməmişəm ki. Əgər desəm, belə olacaq. Ordular irəlilədilər. Xəbərim də cəmdə olacaq, mənim mübtədam da cəmdə olacaq. Həmçinin bu qaydada mübtəda cəmdədirsə, xəbər də cəmdə olacaq. Yəni, toplu isimlərdə mübtəda təkdirsə, onun xəbər də təkdə olacaq, cəmdirsə, xəbər də cəmdə olacaq. Bu qayda. Bu qaydanı da ümumiləşdirib dedik. Leksik şəkilçilərin hesabına deməli, toplu isimlərdən toplu isim yaranmayacaq. Məsəl üçün, ilxı toplu isimdir. İlxının üzərinə sığ şəkilçisini əlavə eləsəm, ilxıçı artıq məndə toplu isim yaratmayacaq. İlxıçı yəni alınmır. Sonra bu qaydanı da ümumiləşdirdik. Aha. Bəzi sözlər vardır ki, yenə iki başlı sözlərdir. Məsəl üçün, sinif və kütlə sözləri. Məsəl üçün, desəm ki, sinif soyuqdur. Sinif soyuqdur. Burada toplu isim yoxdur. Toplu isim nə idi? Məzmununda topluluq anlayışı var. Sinif deyəndə, sinifdəki uşaqlar yox, otaq nəzərdə tutulur. O obyekt. Amma desəm ki, xordallar sinifi, nə bilim,
zadəcanlar sinifi, oliqarxlar sinifi, oradakı sinifə daxil olan insanların cəmliyindən söhbət gedirsə toplu isimdir. Məsəl üçün zadəcanlar sinifi burada topludur. Quşun kütləsi deyəndə, quşun kütləsi artıq toplu isim deyil. Quşun kütləsi yəni çəkisi mənasında. Amma desəm ki, kütlə hərəkət elədi, kütlə nə bilim yaylağa axışdı. Burada kütlə nədir? Yəni insanlar. Burada artıq toplu isimdir. Bu məqamlara fikir verək. Sonra el küçələrə axışdı, elimizə bahar gəlir. El küçələrə axışdı. El küçələrə axışdı deyəndə, yəni insanlar küçələrə axışdı. El nədən təşkil olunur? İnsanlardan təşkil olunur da, düzdürmü? Burada artıq toplu isimdir. Amma desəm ki, yurdumuza, ölkəmizə mənasında olan el sözü, burada artıq toplu isim yoxdur. Elimizə bahar gəlir. Yəni bu qəbildən olan sözdür ki, bu toplu isim deyil. Çünki burada el sözü yurt, ölkə mənasında işlədilən